Siz elə bilməyin zühur dönəmində hamı mömin olacaq. Yox. Kim ki iman əhli olmaq istəyir, maniyəsi olmayacaq. Amma ola bilər o dönəmdə insanlar var ki, yenə də imanda olmasın. Fərdi günah eləyə bilər, ictimai günah eləyə bilməyəcək. Yəni cəmiyyətin eləyə bilməyəcək. İctimai bu mənada ya zülm eləsin, kimisə qabağını alsın, bu olmayacaq. Belə bir dönəm yaranacaq. Və dünya ən yaxşı həddə gəlib çatır, amma nə qədər yaxşı da olsa dünyadadır. Dunuvdan da deyirlər, aşağıdır. Hər halda nə qədər gözəl də olsa kamil mərhələyə gəlib çatır. Amma kamil mərhələdən daha kamil mərhələyə dönüş edir dünya, keçid edir dünya. Daha kamil mərhələ qiyamətdir. Zühur dünya ilə qiyamət arasında bir körpüdür. Dünya zühur körpüsündən qiyamət hərəkət edir. O zühur da dünyadır. Ayə baxın. Yawma tubaddalul ard ghayril ard və səmavat. Yer təbdil olacaq, qiyamətə dəyişəcək. Bəli, dünya zühur dönəmin yaşayır, qeyb dönəmin yaşayır və bir müddətdən sonra zühur dönəmi olur, bəşəriyyət kamilləşir, o qədər kamilləşir, dünyaya daha sığmır, nəticədə qiyamət baş verir. Yəni, dünya o həddə gəlib çatacaq ki, artıq səlahiyyəti var ki, qiyamətə baş tutsun. Bax, onda İmam Zaman zühur edir. Onda qiyamət baş verəcək. Yəni, İmam Zaman əleyhissalam gəlib elə bir işləri görəcək ki, dünya ən yaxşı həddinə çatır, kamil mərhələyə çatır və daha kamil mərhələ ki, adı qiyamətdir, o kamil mərhələdən daha kamil mərhələyə bəşəriyyət keçid edir. O yerində adı axirətdir və qiyamət.